Thomas More'un 1516-cı ildə yazdığı Utopiya əsəri və Əhməd bəy Ağaoğlunun Sərbəst İnsanlar ölkəsindəki əsərlərini qarşılaşdırma eləmək istəyirəm, amma əsasən Utopiya əsərindən bəhs eləyəcəm. Bunların hər ikisinin də bənzər yanları, hər iki əsərdə müəllif ideal cəmiyyət, ideal siyasi sistemi qurmağa çalışır. Yəni ideal bir cəmiyyət necə qurula bilərdi? İdeal bir cəmiyyətdə ailə anlayışı, militarizm, bərabərlik əsasən insanların bərabərliyindən bəhs eləyir. Çünki Thomas More'un gəldiyi qənaətə görə insanların xoşbəxt olması üçün, yəni rifah içində yaşaması üçün bir cəmiyyətin özəl mülkiyyətin ləğv edilməsi lazımdır. Yəni hər kəs eyni səviyyədə eyni şeylərə sahib olmalıdır. Çünki hər kəs eyni şeyə sahib olsa, yoxluq anlayışı da olmayacaq. Hər kəs heç nəyə sahib olmadığı üçün yoxluq da olmayacaq. Əhməd bəy Ağaoğlunun yazdığı Sərbəst İnsanlar ölkəsində əsəri isə daha çox fərdi azadlığa fokuslanır. Yəni burada ailə anlayışı da izah edilir, bərabərlik də. Amma məsələn tutalım, Utopiya əsərində qanunlar yoxdur, o qədər də hüquqşünaslar yoxdur, vəkillər yoxdur. Çünki çox sadə, sıradan insanların anlaya biləcəyi və çox az qanunlar var. Bu səbəbdən də hüquqşünaslara ehtiyac yoxdur. Çünki heç cəmiyyətdə cinayətlər də olmur. Demək olar ki, yəni cəmiyyət çox utopikdir. Utopiya sözünün özü də var olmayan yer mənasına gəlir. Yəni o qədər ideal bir yerdir ki, belə bir yer realda, praktikada olmayacaq qədər real bir yer və Thomas More'un bu utopiyası da Sovetlər Rusiyasından kommunizm, sosializm ideologiyalarına ilham mənbəyi olmuşdu. Deməli, bu əsərdə bir utopiya, Rafael adlı bir səyyah gedir, çıxır bir adaya. Bu adada bir dövlət qurulubdur. Dövlətə, birinci utopiyadakı dövlətə baxsaq, bu sistem necə işləyir? Birinci, şəhərin mərkəzi, adı yadımdan çıxdı. Mərkəz elə bir yerdədir ki, digər bütün şəhərlərə eyni məsafədədir. Yəni, hər kəs istədiyi zaman mərkəzə gələ bilər. Evlərin hamısı demək olar ki, 3 mərtəbəli evlərdir. Yəni, hündür mərtəbəli və fərqli heç bir ev yoxdur. Hətta evlərin içərisi də eynidir. Evlərin içərisindəki əşyalar da eynidir. Bunun da səbəbi heç kim tamahkarlıq olmasın, heç kim daha başqasındakini görüb istəməsin. Yəni, tamamilə rəqabət ortamını aradan qaldırmaq üçün. Çünki kapitalizmdə nədir? Yəni, birinin lüks yaşadığını görürsən, daha yaxşı yaşadığını görürsən və sən də onu istəyirsən. Rəqabət doğur burada və inkişaf gedir. Rəqabət olan yerdə də təbii ki, inkişaf gedir. Amma bu utopiyada şəxsi mülkiyyət anlayışına tamamilə qarşıdır Thomas More. O dönəmdə bir növ kapitalizmə, hansı ki 1500-lərdə yazıldığın əsərini nəzərə alsaq, alt və üst təbəqələrdə çox fərqlər olurdu və inqilablar da bilirik ki, əsasən bu orta təbəqənin aradan qalxması ilə olur. Yəni, bir cəmiyyətdə çox lüks, yəni varlılar, oliqarxlar və alt təbəqə varsa, deməli orada bir inqilab olacaq, fransız inqilabı kimi. Və burada orta təbəqəni, yəni insanlar kasıb deyillər, amma varlı da deyillər. Varlı da ola bilmirsən. Müəyyən, hətta ailələr var ki, şəhərlərdə ailələrin sayı belə eynidir. Yəni, hər şəhərdə filan rəqəm var, bu qədər insan var, ailə var. Deməli, birincisi, militarizmlə məsəl üçün danışsaq, utopiyada militarizm sistem deyil, militarizmi, müharibəni dəstəkləmir, amma gündəlik olaraq qadınlar və kişilərə də təlimlər keçirilir ki, bu kimi hallarda, məsələn, müharibə onlara edilsə, özlərini qoruya bilsinlər. Amma ümumilikdə militarizmə qarşıdırlar və yaxud da ki, ən önəmli bir nüans kapitalizm demək pul deməkdir, güc deməkdir, rəqabət deməkdir. Amma hər kəsin bərabər olması üçün təməl şərt pul olmamalıdır. Yəni, utopiyada heç kimin pulu yoxdur. Hər kəs standart işlərdə işləyir. İş saatları belə eynidir. Hamı 6 saat işləyir, onsuz da çox işləmir. Və bu işlərin də qarşılığında
Hər kəs standart həyat sürür. Məsələn, tutalım, hətta bu bərabərlik ideologiyasını, utopiya, ideal bir dünya anlayışında oxuyanda belə mənə modern insanın o baxışı ilə tamamilə fərqlidir. Yəni 1500-lərdə yazılıb çünki bu əsər. Məsələn, orada istədiyin zaman sən evinə yemək belə bişirə bilmirsən. Buna ehtiyac da yoxdur. Yəni bu qanunla cinayət deyil, amma xoş qarşılanmır. İstisnai bir hallarda bəlkə sən ayda bir dəfə özün üçün nəsə alıb evdə bişirə bilərsən, amma buna ehtiyac yoxdur. Çünki tamamilə kollektiv bir yaşam var. Yəni insanlar gedirlər, yeməklər, aşpazlar bişirilir, toplu halda o yeməkləri yeyirlər. Onsuz da o yeməklər də keyfiyyətlidir. Yəni nə ehtiyac var sənin evdə gedib ayrı yemək eləməyinə? Və yaxud da evlər, dediyim kimi, hər kəsin evi, otağındakı əşyalar belə standartdır və hər 10 ildən bir bu evlər dəyişdirilir. Orada da bir məna əslində görə bilmədim ki, yəni heç bir fərq yoxdursa niyə dəyişdirilir? Yəni o evə, o mülkə bağlanmayasan deyə bir növ. Daha sonra ailə sisteminə baxanda, ailə çox önəmlidir utopiyada. Deməli, demək olar ki, boşanma faktoru yoxdur. Xəyanət qəbul edilməzdir. Demək olar şəriətdəki kimi çox ağır cəzalandırılır. Cəza dediyimiz də əsasən əslində cəza cinayət olmadığı üçün cəza da dediyim kimi yoxdur. Hüquq sistemi, polis və hüquqşünas yoxdur. Cəza olaraq nə edirlər? Qəssab olur, kölələr var və bu kölə dediyimiz şeydə qəssablar olur. Yəni azad insanlar, kölə olmayan insanlar, sıravi insanlar gedib ət kəsmir. Bunu sadəcə kölələr eləyə bilər və biz fikirləşirik ki, bəs utopiya, ideal bir dünyada niyə köləlik var? Bu kölələr əslində cəmiyyətin normlarına uymayan insanlardır ki, onlara cəza olaraq edam hökmü yoxdur, həbsxanalar yoxdur. Onlara cəza olaraq bu iş verilir. Kölə olaraq onlar getməlidirlər, ət kəsməlidirlər. Azad insanların, burası mənim çox diqqətimi çəkmişdi, ət kəsməsi nəyə görə qadağandır? Çünki ət kəsmək insanı mənəvi olaraq şiddətə meylləndirir, mənəvi olaraq vəhşiləşdirir, hisslərini boğur. Bu, vegetarianlarda da mən belə bir şey eşitmişdim ki, ət yemək sadəcə heyvanlara qarşı olan bir münasibət deyil, yəni bir ədalətsizlik var. Biz özümüzü doyurmaq üçün insan vəhşilik edir, heyvanları kəsir, yeyir ki, günümüzdə də bu daha çox hedonik acılıq olubdur. Amma burada tam insanın tərəfindən baxmır. Bir də yəni bu əməl özü pisdir, zərər vericidir insanın mənəvi dünyasına ki, yogilər də məsələn Tibetdə filan qapanılan, meditasiya edən yogilər də menyularına baxanda, çünki onlar həm tutalım 3 aylıq, 6 aylıq seanslarda qatılırlarsa meditasiyalar, həm gündəlik fəlsəfəsini keçirlər yoganın, meditasiyanın deyək, həm də ki, onların xüsusi qidalanmaları olur. O qidalanmalarda da əsasən ət olmur. Çünki ət yemək insanı belə düşünülür ki, vəhşiləşdirən bir durumdur və burada da insanlar bundan azaddılar. Yəni daha çox öz ruhları, mənəvi dünyalarını qorumaq üçün ət kəsmirlər. Bu işləri kölələr eləyir. Amma köləlik anlayışı da elə bir anlayışdır ki, utopiyadan olmayan insanlar da, yəni digər ölkələrdən olan insanlar da könüllü olaraq bura gəlib kölə olmaq istəyirlər. Çünki onlar burada kölə olaraq digər öz ölkələrində azad şəkildə yaşadığından daha yaxşı yaşayırlar. Yəni bu da bu cür anlayışdır. Daha sonra mənə ən maraqlı gələn demək olar ki, viza sistemi var idi. Çünki utopiya elə qurulub ki, yan şəhərlərdən, başqa şəhərlərdən ora gəlmək demək olar ki, mümkünsüzdür. Və yaxud da tutalım şəhərin içərisində insanların istirahətinə baxanda, tutalım günlük istirahətə gedirlər. Bu proses necə olur? Dövlətdən icazə almalısın. Əgər sənə dövlət hətta lazım olarsa nəqli maşın da verir. Amma yəni icazə almalısan bunun üçün. Şəhərlər arasında yox bu arada. Şəhərdən çıxırsansa, dövlətdən sən icazə almalısan. Yox, əgər almırsansa, 2 dəfə tutalım, utopiyadan çıxmısan, icazə almamısansa, cəzalandırılırsan. Cəzada dediyim kimi yenə köləlikdir. Yəni ət kəsirlər, yeməklər bişirirlər və s. Daha sonra dediyim kimi boşanma məsələsini dedim deyəsən, boşanma yoxdur.
yox səviyyəsindədir daha doğrusu. Çünki evlilik, ailə qurumu çox önəmlidir. Dövlətin əslində sosial rifahın dövlətlərin ayaqda qalması üçün də ailə qurumu özü də çox önəmlidir. Hər bir ailə kiçik bir dövlətdir və dövlətlər ailələrdə maraqlıdırlar. Çünki azad tək bir şəxsi kontrolda saxlamaq çətindir. Çünki azad şəxsin zəiflikləri yoxdur. Yəni sevdiyi insanlar yoxdur, bağları yoxdur. Amma ailə olanda artıq sənin övladın, həyat yoldaşın olur. Yəni sən artıq azad deyilsən və sən kontrol edilə bilirsən. Artıq sənin övladınla belə bir mənsuliyyətin var. Bir növ təhlükə sayılır sərbəst insanlar. Ona görə Utopiyada da ailə çox önəmlidir. Daha sonra evdə məsəl üçün kimin sözü keçir desək, evdə kim yaşlıdırsa onun hökmü var. Əhməd bəy Ağaoğlunun Sərbəst İnsanlar Ölkəsindəkini biraz müqayisə eləyim. Əsər də demək olar ki, dediyim kimi eynilə ideal bir cəmiyyəti sorğulayır. Necə ideal cəmiyyətdə yaşaya bilərik? Əhməd bəy Ağaoğlunun da bu əsəri yazmasındakı səbəb Osmanlının artıq dağılmağa başladığı bir dönəmdə yetişmişdi Əhməd bəy Ağaoğlu və türkçü idi bildiyimiz kimi. O əsasən bu geridə qalmış, çünki Osmanlı bir şəriət ölkəsi idi. İslamla idarə edilirdi, dinlə idarə edilirdi. Amma Əhməd bəy Ağaoğlu artıq o dönəmdə Avropadakı baş verən prosesləri, demokratiyanı, liberalların çıxışlarını artıq ondan təsirləndiyi üçün daha çox fərdi azadlığa köklənmişdi. Əhməd bəy Ağaoğlunda məsələn ailə bağlarında belə kim böyükdürsə onun sözü keçmir. Tam tərsinə hər kəsin öz şəxsi azadlığı var və yaxud da ki mülk məsələsi Utopiyadakı kimi deyil. Burada sadəcə hüquq bərabərliyi var. Yəni şəxsi mülkiyyətə toxunulmur. Heç kəsin şəxsi mülkü olmayacaq, hamı standart evlərdə yaşayacaq deyə bir şey yoxdur. Tam tərsinə rəqabətçi bir sistem var. Amma hüquqlar olaraq hər kəsin hüququ bərabərdir. Və yaxud da ki, bu arada qanun da Utopiyada məsəl üçün qanun və yaxud da ki, qanunlar demək olar ki, yox idi. Yəni hər kəsin anlaya biləcəyi sıradan qanunlar idi birlikdə yaşamaq üçün. Amma burada artıq hüquqşünas qanunlar önəmli bir faktordur Əhməd bəy Ağaoğlunun əsərində. Və daha sonraki fərqlərinə baxsam, dediyim kimi, yəni əsas fərq, çünki Utopiyada sosializmdə şəxsi mülkiyyətə müdaxilə var. Hətta mən Türkiyədə bir dəfə görmüşdüm, bir partiya belə bir açıqlama vermişdi ki, kimin biz yəni gəlsək iqtidara, kimin 2 evi varsa, o 2 evdən birini alıb olmayan birinə verəcək kimi çıxış var idi ki, bu sosializmdə əslində. Amma çox dəhşətli bir şeydir. Yəni biri daha çox işləyib, 2 ev əldə eləyibsə, sən onun əlindən olanı niyə alırsan? Yəni burada əsasən utopiyanın ideal bir dövlətin, cəmiyyətin qurulmasında əsas təməl Utopiyada bərabərlikdir. Hüquq bərabərliyi deyil, sadəcə mülkiyyət bərabərliyi də gedir burada. Əsərdə ən sevdiyim evtanaziyanın olmasıydı qəribə şəkildə. Yəni burada əgər bir insan ölmək istəyirsə, yəni artıq xəstədirsə, yaşamaq istəmirsə, evtanaziya var və dövlət də bunu icazə verir. Amma sən bunu dövlətdən icazə almasan, yəni ölmək üçün belə icazə almasan, tutam gedib intihar eləsən, səni öldükdən sonra çaya filan atırlar, yəni dəfn eləmirlər. Evtanaziya anlayışı əslində yaxşı idi, amma bir tərəfdən də bu da dövlətdən icazə almasan dediyim kimi. Daha sonra fikirləşdim ki, nələr yadımda qaldı əsərdə. Dediyim kimi, əsas ona köləlik məsələsi idi. Sonra evlilik yaşı var. Məsəl üçün, qızlar 18 yaşından sonra, oğlanlar da 22 yaşında evlənirlər. Ondan erkən evlilik yoxdur. Din necədir? Din mövzusuna gələndə əslində elə anlamaq olur ki, eynən, yəni bu Utopiyada elə bir şey ola bilməz. Thomas More özü katolik idi. Əlbəttə ki, əsərdə də dominant din xristianlığı biz görürük. Amma əsərdə ümumi olaraq hər kəsin dini azad seçimi var. Yəni azad şəkildə hər kəs istədiyi dini yaşaya bilər ki, cəmiyyətdə bu həqiqətən də utopikdir, utopik bir düşüncədir. İnsanların seçimləri var dediyim kimi. Deməli, Əhməd bəy Ağaoğlunun da əsərində din azadlığı var, amma mümkün qədər
cəmiyyətin idarəsinə, yəni indi siyasi İslam deyirlər. Siyasi İslam nə deməkdir mən anlamıram. Çünki siyasi olmayan İslam yoxdur. Siyasi İslam deyiriksə, siyasi olmayan İslam necə olur ki, şəxsi mülkündə əgər, yəni özün üçün o dini yaşamaq istəyirsənsə, sənin şəxsi mülkün ancaq evindir. Yəni o evdə limitli dinini icra edə bilərsən ki, bu mümkünsüz bir şeydir. Çünki din biz necə ki demokratik bir ölkə istəyirik, sekulyar, modern bir dünya istəyiriksə, cəmiyyət istəyiriksə, İslamda da şəriət var və müsəlman da Allahın buyurduğu qanunla kitabda buyurulduğu qanunla yaşadığı cəmiyyətin idarə olunmasını istəyəcək və buna uyğun yaşayacaq, bunları nəzərə alacaq deyək. Yəni Əhməd bəy Ağaoğlunda tamamilə tərsinə qanunlar ön plandadır. Dini daha çox arxa planda, yəni cəmiyyətin idarəsindən kənarda tutmağa çalışır əsərdə. Təbii ki, Əhməd bəy Ağaoğlunun yazdığı Sərbəst İnsanlar Ölkəsində daha real və daha ideal bir cəmiyyətdir. Nəinki utopiya əsəri. Utopiya elə adından da göründüyü kimi utopikdir. Olmayacaq qədər onun təsvirində, Thomas More'un təsvirində utopik bir yerdir. Bu arada distopiya janrı da əsasən utopiya bu əsərdən sonra deyərdim ki, distopiyada utopiyanın əksidir. Yəni utopiya çox ideal, qüsursuz bir anlayışdır. Bir cəmiyyət, bir toplum, bir dünya mövzusudur utopiyada. Distopiyada bunun tərsinə, məsələn, ən məşhur bilindik 1984 əsəri tutalım və yaxud da ki, Cəsur Yeni Dünya. Bunlar da distopik, yəni tam tərsinə hər şey qorxuncdur, hər şey hökumətin, totalitar rejimlər olur. Əsasən hökumətin, diktatorun əlində olur, o cəmiyyətlərin hüquqları olmur, bərabərlik olmur. Distopiya əsərlərində əsasən məsəl üçün LGBT fərqləri təqib edilir və yaxud da faşizm deyək, tutalım, Hitler Almaniyasını desək və yaxud da ki, Mussolini desək, burada da cəmiyyətdə işə yaramayan fərdlər diskriminasiya edilirdi, yararsız hesab edilirdi və yaxud da ki, bir irq, bir Yahudi olduğun üçün, bir Polyak olduğun üçün də diskriminasiyaya məruz qalırdı. Yəni burada bir bərabərlik olmur, tamamilə fərq bunun utopiyanın əksidir. Amma belə bir şey mənə həmişə diqqətimi çəkir ki, distopiya əsərləri romanlarda da olsun, filmlərdə də olsun, əsasən utopik göstərilir bizə. Yəni məsələn Ada filminin haqqında kommunlaşdırma barədə video çəkmişdim. Orada belə utopik bir dünyadır. Hər şey idealdır. Bütün bunların yaşadıkları binanın xaricində hər yer dağılıb, amma bunlar çox gözəl bir yerdə yaşayırlar, idealdır. Hər gün sağlıqlı yeməklər yeyirlər, çox ideal görsənir, təmiz geyimlər geyinirlər, amma bir distopik filmdir. Yəni distopiyada belə hər şey idealdırsa, deməli ki, orada bir həyat yoxdur. Məsələn, utopiya əsərində hüquqa, qanuna niyə ehtiyac yoxdur? Çünki cinayətlər olmur. Çünki cinayətin olması üçün bir yaşanmışlıq olması lazımdır. Amma utopiyada demək olar ki, yaşam yoxdur. Məsələn, təhsilə önəm məsələsi, təhsilə önəm verilir Əhməd bəy Ağaoğlunda da və yaxud da ki, Thomas More'un utopiyasında da. Amma məsələn, düşünək, təhsilə biz niyə təhsil alırıq? Daha çox yarış var burada. Yəni daha irəliyə getmək üçün, çox maaş almaq üçün, karyera qurmaq üçün. Amma utopiyada onsuz da pul yoxdur. Yəni pul yoxdursa, əlavə nəsə almayacaqsa, sən motivasiya verən bir şey də yoxdur. Yəni o mübarizə lazımsızdır. İnkişaf bir növ dayandırılır, qısıtlanır. Yəni utopik bir sistemdə mən nəyə görə oxuyum? Nə əldə edəcəm ki? Yəni tutalım, əslində ixtisaslar da istədiyin ixtisasda ola bilirsən, amma tutalım həkim də olsan, bağban da olsan, eyni maaş alırsansa, mən onda niyə özümü öldürüm, həkim olum? Yəni eyni şərtlərdə yaşayacağamsa. Yəni bir növ insanları qısıtlaşdıran, insanların hüquqlarını qısıtlaşdıran bir anlayışdır. Əsəri oxuyanda həqiqətən birinin arzusu, xəyalı, modern bir insanın qorxu filmi kimi oxudum mən onu. İdeal bir cəmiyyət, ideal bir sistem necə olmalıdır əsərini horror film olaraq elə bil ki, o dünyanın içində özümü hiss elədim. Əhməd bəy Ağaoğlunun isə dediyim kimi, yəni burada fərdi azadlıqlar ön plandadır, şəxsi mülkiyyət toxunulmazdır, daha çox liberal görüşdür. Çünki
Dediyim kimi artıq Osmanlının çöküşü ilə onlar türkçülüyü dəstəkləyirdilər və modern bir necə məsələn oradakı din mövzusu var idi ki, Əhməd bəy Ağaoğlunda da din seçimi azad idi. Çünki Osmanlı dağıldıqdan sonra bilirik ki, Osmanlının dönəmində müxtəlif millətlər var idi, amma bu bütün millətləri eyni sistemdə bir dövlətdə necə ideal şəkildə idarə etmək olardı. Yeni bir dövlət necə qurula bilərdi? Yəqin ki, bu düşüncələrin təsiri olubdu Əhməd bəy Ağaoğlunda və düşünürəm ki, Əhməd bəy Ağaoğlunun bu Sərbəst İnsanlar Ölkəsində əsəri çox önəmlidir, amma mən bunu tələbə vaxtımda Xerox şəklində oxumuşdum. Bilmirəm kitab halına salınıb ya yox, amma tərcüməsi var Azərbaycan dilində. Bu əsər daha uğurlu və daha moderndir. Sistem necə insanlar birlikdə sistematik şəkildə necə ideal sistem necə yaradıla bilər mövzusunda oxumaq istəsəz, Azərbaycan ədəbiyyatından məsləhət verə biləcəyim əsərdir Sərbəst İnsanlar Ölkəsində. Başqa əslində qeydlər almışdım. Xüsusi belə bir mövzu yoxdur, dediyim kimi, yəni pul yox idi Utopiyada. Thomas More da sonunda əlavə eləyir ki, rifahın olması üçün, insanların xoşbəxt olması üçün bir mənalı olaraq pul anlayışı olmamalıdır, rəqabət olmamalıdır və hər mənada, hətta bu arada bunu deyim, Utopiyada geyimlər belə eyni idi. Yəni bir məsələn seçkilər olurdu, onlar öz liderlərini seçirdilər. Amma bu liderlə sıravi insanların belə geyimlər eyni olurdu. Sadəcə qadın-kişi geyimləri fərqli olur. Onun xaricində hər kəs eyni geyinməlidir. Hər kəs eyni evlərdə yaşamalıdır. Hər kəs eyni yemək yeməlidir. Hər kəs eyni sahədə məşğul olmalıdır. Yəni hər şey eyni olmalıdır. Dediyim kimi bu mövzu daha modern versiyasını Sərbəst İnsanlar Ölkəsində oxuya bilərsiniz. Utopiya əsərində oxuya bilərsiniz. Bizə indi o utopiya, distopiya kimi gəlir, qorxu filmi kimi gəlir. Ümumilikdə isə Thomas More'un bu əsəri çox önəmlidir. Çünki Sovet Rusiyasının sosializmin, kommunizmin də təkan verici mənbəyi olmuşdu əslində Thomas More'un bu utopiya əsəri. İnsanların necə ideal cəmiyyətdə yaşaya bilərik, necə ideal sistemdə yaşaya bilərik axtarışı nəticəsində Thomas More'un daha doğrusu yazdığı bir əsər idi. Məsləhət görərdim. Məncə mən məsləhət görərdim. Müzakirə eləmək üçün də məsləhət görərdim. Ümumilikdə belə düşünürəm ki, yadımdan çıxdığı şeylər oldu, amma eybi yoxdur. Ümumilikdə belə, yəni məsləhət bilə biləcəyim bir əsərdir, amma əsasən oxumaq ikisindən birinin arasında qalsa, Sərbəst İnsanlar Ölkəsindəni təbii ki, daha çox məsləhət bilərdim.